Bu paylaşdığım reseptdən sonra inanıram ki, siz də artıq tortları evdə evlatlarınız üçün özünüz hazırlayacaqsınız. Biskvit üçün 10 yumurtanın ağını sarısından ayırıb ağına 1 çimdik duz əlavə edib mikserin yüksək sürəti ilə qarışdırırıq. Ümumilikdə 2 stəkan yarım şəkər tozu gedir. Bunu 2-yə bölüb 1 stəkan yarımını ağına az-az əlavə edərək tam da bu kıvama gələnə qədər qarışdırırıq. Və keçirik yumurtanın sarısına. Yumurtanın sarısına qalan şəkər tozunu, yəni 1 stəkan 2 barmaqda artıq olan şəkər tozunu əlavə edib başlayırıq qarışdırmağa. Şəkər tozu tam əridikdən sonra üzərinə yarım stəkan qaynar suyu az-az əlavə edərək yenidən qarışdırırıq. Ümumilikdə bu biskvitə 3 stəkan un gedir. Şəkər tozunda olduğu kimi yenə unu 2 hissəyə bölürük. Yiyəcəyimiz qaba 1 paket vanil, 1 paket qabartma və 2 stəkan unu az-az əlavə edərək ələkdən keçirib yaxşıca qarışdırırıq. Əgər biskviti kakaolu sevirsinizsə, una 2 xörək qaşığı kakaonu da əlavə edib qarışdıra bilərsiniz. Mən unutduğum üçün sonradan əlavə etdim. Hazır olan qarışımı əlavə edirik yumurtanın ağının üzərinə və yavaş-yavaş başlayırıq aşağıdan yuxarıya doğru qarışdırmağa. Biskvitinizin yaxşı şişməsi üçün və çökməməsi üçün bu hissəyə diqqət yetirməlisiniz. Yalnız aşağıdan yuxarıya doğru qarışdıraraq qalan 1 stəkan unu da əlavə edib yenidən eyni qayda ilə qarışdırırıq. Bu hissəyə diqqət etsəz ideal bir biskvit alınacaq. Bişirmək üçün soba listinə yağlı kağız sərib üzərinə salfetləri düzürük. 20 diametrdə 2 ədəd çəmbərə eyni ölçüdə olmaqla əlavə edirik. Çubuq vasitəsilə üzərindən bir neçə dəfə keçirik ki, biskvitlər eyni ölçüdə bişsin. Biskvitin xəmirinə başlamamışdan sobanı 150 dərəcədə alt-üst rejimdə fansız qızdırırıq. 1 saat ərzində sobanın qapağı açılmamaq şərti ilə biskvitlər bişirilir. Və sonda bu cür çökmədən yumuşaq süngər kimi ideal biskvitlər alınır. İnanıram ki, sizlər üçün faydalı bir post oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Sonda bəyənib dəstək olub takib atmağı unutmayın.